Salam, hər vaxtınız xeyir əziz dostlar. 11 aprel 2024-cü il Kiyev şəhərində saat 14:00-dır. Dnepr çayının sağ sahilində, burada Vladimir dağı tərəfdən sizə salamlarımız daimidir. Yəni güya Rus führerinin dediyinə görə bir saatdan sonra ateşkəs başlamalıdır. Yəni bütün cəbhə boyu. İnsanlar deməli gəzişirlər. Hava təxminən 11-12 dərəcə istidir, amma sakitlikdir, görürsünüz, külək yoxdur. Yaz gəlir. Deməli var burada orduya kömək məqsədi ilə hər kəs bacardığı kimi evimi insanların əhval-ruhiyyəsini saxlamaq üçün belə bir ekskursiya formasında Kiyev şəhərinin gündəlik həyatıdır. Дякуємо. Моя личная песня. Молодці, молодці. Молодці. Ну послухайте, послухайте. Ya deyir ki, şəxsi mahnımdır. Özü yazıb. 50 qrivna da mən verim, heç olmaz. Вот такую красу. Дякуємо вам за позитив. Супер. Dostlar, bəzən görürsən, Rus başlarda təbliğatda səhv təsəvvürlər olur. Görürsünüz, tikintilər də gedir. Uzaqda kranları yəqin görürsünüz. O tərəfdə sol sahildir. Bu ortadakı gördüyünüz asma körpü ilə birləşdirən Kiyevi. O da Darnitsik böyük körpüdür. Bura Trukhanov adası deyirlər. Ay. Dnepr çayının ikinci qolu adanın arxası ilə gəlir. Körpünün o bir tərəfindən. Orada sol sahildir. Görürsünüz, yəni. Kiyev də oradan böyük şəhərdir. Uzaqda gördüyümüzdə Abalon rayonudur. Bura aşağı Podoldur, orada Abalon rayonudur. Yəni Kiyevdən fərqli səbəblərdən uzaqda qalan dostlarımız üçün bunları edirik ki, gəlin qardaşlar, bacılar. Kiyev axın doğrudan böyükdür. Mən demişdim. O miqrasiya idarəsi də bildirir. Biz onlarla həmişə əlaqədəyik. İnsanlar bayram əhval-ruhiyyəsindədir. İstənilən halda. Çünki həm də Ukraynanın qələbə çalacağına bugün Ukrayna cəmiyyətində inanmayan yoxdur. Bu həqiqətdir. Tam həqiqətdir. Bax, istəsəz mən istəyərdim bir dəfə tələbələrə göstəriş vermişik. Sorğular keçirəcəklər, özünüz görəsiniz. İnsanlar deməli həqiqətən qələbə əhval-ruhiyyəlidirlər. Kiyev qanı qara aydındır ki, o şəhidlər olanlar, ailələrində faciələr yaşananlar o aydındır. Onları bilirik, başa düşürük, amma doğrudan da insanlar bütövlükdə qələbə əhval-ruhiyyəlidirlər. Bax, o rayon göstərirəm. Ora. Abalon rayonudur. O tərəf arxa isə Troyeşina, şəhərin
kənar rayonlarından biridir. Və gördüyünüz kimi yenə də deyirəm, məsələn, tikintilər də gedir. Görürsünüz, şənbə günü olmağına baxmayaraq. Deməli, bu da bizim Dnepr çayının bu qoludur, sağ qoludur. Dediyim kimi adanın arxa tərəfində və bu Asma körpüdən sonrakı ada Troxanov adasıdır. Düz gedir, orada da evlər var. Bu il Allah'a şükür qar əriməsi hissə baş verdi. Ona görə su basmadı. Bəzən görürsən su qalxır. Hələ ki, belə deyək, bu il sudan problem yoxdur. Aşağıda gördüyünüzdə, burada aşağıda görürsünüz yəqin. Bayraqlar ağacın arxa tərəfidir, bəlkə də görmürsünüz. Görüm. Yuxarıda da deməli su vağzalı deyirlər. Reçnoy çay vağzalı daha doğrusu. Kiyev çay vağzalıdır. Və belə, istədim ki, biləsiniz, görəsiniz dostlar. Yəni, şəhər öz həyatını yaşayır. O tərəfdə Aydındakı hökumət binaları və o üstü qırmızı gördüyünüz bina və o tərəfdə, onu da göstərim. Ona su muzeyi deyirlər. Zamanında Kiyevin ən yüksək nöqtəsi olub. Orada olub nə deyirlər? Yanğın söndürmə idarəsi Kiyevin. Müşahidə məntəqəsi. Baxın, görürsünüz, 2 dənə orada hündür yer var. Bax, onlar da deməli bu gün muzeydir, su muzeyi deyirlər. Ondan sağdakı da böyük bina da, böyük bina, o da Nazirlər Kabineti. Bu da Müqəddəs Vladimirin heykəlidir. 988-ci ildə xristianlığı qəbul edən. Moskvada ekizin qoydurub Putin, özünə oxşadıb özdə. Ki, güya ki, Rus, nə bilim, özünü yəqin Rus knyazı hesab edir, bilmirəm, başım çıxmır. Və belə dostlar, bunları deməkdə özümə boş bildim, göstərməyi də inşallah yaxın saatlarda görüşəcəyik. Bakı vaxtı ilə saat 18-də. Ondan sonra da ənənəvi olaraq axşam saat 10-da, 6-da və 10-da görüşəcəyik. Baxaq görək bunlar demək, ateşkəsə necə əməl edirlər. Aydındır ki, Putinin nəfəsi də yalandır. Və ötən gecə Ukraynanın mülki obyektlərinə hücum eləmişdilər. O cümlədən Odessada 2 nəfər dünyasını dəyişib, gənc ailə, ər-arvad. Sonra yaralılar var, sonra Sumuda deməli, mülki binalara hücum eləyiblər. Dediyim kimi Odessada yaşayış binasına hücum eləyiblər. Belə, bizim bu Kiyevin ərazisi çox böyükdür, bilirsiniz. 835 kvadrat kilometrdir. Singapurdan böyükdür Kiyev şəhərinin özü. Birinci dairəvi yol Singapurdan böyükdür. Və müqayisə üçün deyim, mən də bildiyim rəqəmləri deyirəm. Məsələn, bizim Qubadlı rayonunun ərazisi 805 kvadrat kilometrdir. Qubadlı rayonundan böyükdür Kiyev şəhərinin inzibati ərazisi. Birinci dairəvi yol. Yəni, biləsiniz, çox böyükdür. Oldu dostlar. Sağ olun, salamat qalın. Hələlik, görüşərik.